Nizami Əleyhisselam buyurur ki, insan sağlam olar az yeməkdən, uzun ömür etməz əsla çox yeyər. İnsanın halala qənaət bəxş nəfsi olmalı, nə harama. Haram ki, haramdır, heç toxunulmaqlıq icazəsi əlində deyil. Harama toxunmaq olmaz. Niyə? Çünki haramın tərkibi oddur. Toxunarsa yandırar. Mənəvi od var burada, görünməyən od, maddi deyil. Amma zahid məni aldatma, cəhənnəmdə od olmaz. Onlar ki yanırlar, odu buradan aparırlar. Cəhənnəmin odu buradan hazırlanır. Burada görünməz od, orada zuhura gəlir. İndi mənim əzizim, şəriət bizə nə deyir? Deyir, o qədər ye ki, suya da yer saxla, havaya da yer saxla. Ki sabah yiyəndən sonra əziyyət çəkməyəsin. Sən gələ qənaət bəxş nəfsi olar. Elə nə gəldi qabağa yiyəsən, bir baxmayasan halaldır, haramdır, laf halal yiyir. Elə halal da nə gəldi yiyəsən olmaz ki.